Mən sizə deyim ki, ümumiyyətlə Rusiya xalqı da yorulub. Yəni bu Putinin inadkarlığından. Nəticə nə olacağı başa düşün ki, yəni bunlar nə SSR-ni bərpa eləyə biləcəklər, bunlar nə strateji hədəflərinə çata bilərlər. Mən sizə deyim ki, balaca bir taktiki uğur buna lazımdır ki, mayın 9-unda bu yenə də çıxıb orada yalanla bütün dünyanın diqqətini özünə cəlb eləsin ki, mənim Areşnikim var. Sənin heç üzr istəyirəm fındığın da yoxdur. Yəni belə götürəndə, yəni üzr istəyirəm o ifadə görə. Birisi də Areşnik o, yəni qoz qabığı mənim belə Areşnikim var. Biri var idi, birini də ataydın da. Hələ yadınıza gəlirsə ötən həftələrdə o Areşnik məsələsində bu bəyan elədi ki, göstəriş verirəm ki, onun deməli seriyalı buraxılışına başlanılsın. Adam əlinin altında bir ehtiyat çomağın olar ki, yəni o çomaqla kiməsə hədə qorxu gələsin. Areşnikin var, cəmaatın yoxdur o Areşnikdə. Sənin nüvə silahın var, Amerikanın, Fransanın, İngiltərənin, İsrailin, Pakistanın o nüvə silahından yoxdur. Sonuncu dəfə Fransa prezidentinin açıqlaması bunlara elə od qoyub ki, mən Macron sevər deyiləm, amma Macronun, yəni Avropanın təhlükəsizlik çətirik kimi Fransanın deməli nüvə potensialından istifadə olunması ilə bağlı açıqlaması inanın ki, bunları elə bir vəziyyətə yəni salmışdı. Yəni bunlar öyrəşiblər axı. Hər kəsi təhqir eləmək olar, hər kəsi necə deyirlər, aşağılamaq olar, amma bunların ünvanına heç nə demək olmaz. Mən yeri gəlmişəm bir daha deyirəm, burada mən bunu özümə borc bilirəm. Son vaxtlar Ruslar Azərbaycanlılara var gücü ilə yaltaqlanmağa başlayıblar, dəyərli Rusif bəy. Biləsiniz ki, yəni biz bu yaltaqlığa, bu şirin dillərə aldanmamalıyıq, şirin dilə uymamalıyıq. Bizi dəfələrlə olub ki, bizə belə deyək də özlərini dost, müttəfiq kimi göstəriblər, amma sonradan isə bizə gözlənilməyən yəni problemlər yaradıblar. İndi bilirsiniz ki, ötən həftələrdə o təyyarə ilə bağlı sığorta ödənişi həyata keçirildi. Onun ardınca Azərbaycan Rusiyadakı səfirliyinin ərazisində o bağda Heydər Əliyevə deməli heykəlin açılması, dünənləri Milli Məclisin sədri Sahibə Qafarovaya dostluq ordeninin deməli verilməsi və digər bir sıra hallar var. Yəni bilirsiniz, indi baxıram görürəm ki, Rusiya yenidən yəni fürsət axtarır ki, Azərbaycanla münasibət, mən demirəm, Azərbaycan-Rusiya münasibətləri korlansın və yaxud da ki, pisləşsin. Ən azından yenə deyirəm, burada Rusiya bunun günahını özündə axtarmalıdır. Rusiya Azərbaycana qarşı səmimi münasibət sərgiləməlidir, səmimi siyasət aparmalıdır və biz bunu hər zaman qeyd eləmişik. Ona görə dünən Moskvada baş verənlər, indi bilirsiniz, insani nöqteyi nəzərdə mənim üçün də çox ağırdır, çünki bizə də doğma olan insanlar var Moskvada, digər şəhərlərdə. Yəni o PUA hücumları onların da həyatına böyük təhlükədir, onların da həyatını çox böyük risk altına alır və sizin sözünüzlə desək, dəyərli Rusif və hörmətli izləyicilər, yəni bu Moskvada dünənləri baş verənlər əlbəttə ki, Putinə qarşı da böyük bir, bilirsiniz də, psixoloji savaşın bir tərkib hissəsidir həm də. Əlbəttə ki, yəni bu, bilirsiniz, Moskva əgər vurulursa, yəni Moskva buna hazır olmalıdır ki, bunun davamı da gələcək. Ona görə də nə qədər gec deyil, biz bunu dəfələrlə demişdik. Baxın, o taxtabaş yığınağı var ya, orada o, nə bilim, tərbiyəsiz yığınaqları hərdən verilişlərdə özünüz də görürsünüz, o şərhlər yazırlar. Ukrayna yoxdur, Ukrayna yer üzündən silinib. İndi sual eləyirəm, bu 337 pilotsuz uçuş aparatları Afrikalılar atıblar və yaxud da ki, kosmosdan gəlir. Bunu atan Ukraynadır da. Cavabın verin də, 337 dənə də dronla cavabın verin də. Söhbət ondan gedmir, söhbət ondan gedir ki, bu müharibə qandır, qadadır. Bu müharibə, biz bu müharibəni yaşamışıq, biz bu müharibəni, necə deyirlər, bu müharibədə əzizlərimizi itirmişik. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Yəni bizim yaxın, indi 5-ci ilə girmişik, 2020-dən bu yana, 2023-də son antiterror əməliyyatı idi. İndi 2 ildir biz müharibədən hələ tam şəkildə çıxmamışıq. Rusiya nəyə nail olmaq istəyir? Rusiya gedib Ukraynanı tutacaq, gedib tutduğu ərazilərdə kimi otuzduracaq. Bədbəxt oğlu bədbəxt. Bunun beyni quruyub, para beyin olub artıq bu. Yəni bu düşünmür ki, sən Ukraynanı artıq itirmişsən.
Sən Gürcüstanı itirmisən, sən Moldovanı itirmisən, sən Belarusiya, baxarsınız, müharibə qutarandan sonra Rusiyanın ağır günlərində Belarusiyada yenə də çəkiləcək, öz, necə deyərlər, siyasətini davam etdirəcək. İndi düzdür, Lukashenko yaxın günlərdə mənə bildiyim qədər bu həftə yenə Putinin yanına gedir. İndi yenə də müəyyən, deməli, açıqlamalar verəcək. Amma baxın, görün, bu 4-cü ilə girmişik də, yəni 3 il 1-ci aydır, müharibə gedir. Amma Belarus maksimum çalışdı ki, özünü yəni oddan, alovdan məsafədə saxlasın. Yəni Lukashenko bugün döyüşün içindəyik, sabah savaşın içindəyik, amma yəni ağıllı şəkildə bu avanturaya getmədi. Amma Rusiyanın avanturası, mən Rus bəy, yenə də deyirəm, mən onu 2022-ci ildə demişdim, fevral ayında. Bugün yenə də deyirəm, bunu son nəfəsimə qədər də deyəcəm ki, Rusiyanın bu avanturası öz başında çatlayır. Rusiya çox böyük itkilərə məruz qalıb. Siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi nöqteyi nəzərdən. İndi bugün biraz Amerika bundan güya cəhd edir, danışıqlar aparmağa. Bunlar özlərini, belə deyək də, yenə də hansısa bir önəmli bir figur kimi təsəvvür eləyirlər. Mən elə saymıram. Mən açığın deyirəm ki, Rusiyanın izqoy vəziyyəti bundan sonra da daha da dərinləşəcək. Kim fikirləşir ki, hayır, indi baxın, görün, hansı hədələri gəlirlər. Yox, Amerika ilə Rusiya müəyyən razılığa gələndən sonra Cənubi Qafqaza, nə bilim, üzün yönəldəcək. Nə ilə üzün yönəldəcək? Nə, hansı güclə, hansı resurslarla? Onun qazına da, neftinə də sanksiyalar tətbiq olunur. Bu ilə Rusiyanın vəziyyəti, mən bayaq iqtisadiyyatdan elə belə demədim. Yəni dedim, Rusiya doğrudan da çox ağır vəziyyətdədir. Və bundan çəkinmək lazım deyil. Bəzən sizi, məni günahlandırırlar ki, bunlar heç nə bilmirlər. Ay, nə bilim, çayxana, mən valla bu yaşıma gəlmişəm, çayxanaya da getmişəm. Nə vaxtsa, yəni çayxanada da normal insanlar oturur. Əlbəttə. Ay, nə bilim, çayxana söhbətləri eləyir. Efirdə biz çayxana söhbəti eləmirik, dünya söhbəti eləyirik. Çayxanada başqa söhbətlər eləyirlər. Ona görə o tupo yığınağı var, hansılar ki, orada o tərbiyəsizcəsinə roşanlar, doğuşanlar, nadirlar, abulfatlar, nə bilim, sadiqalar, madiqalar yazırlar, nə bilim, Slava Россия, Slava Voyna. Pajalsta, Slava Вооруженным силам России vuraydılar da 337 dənə dronu Rusiya sərhəddini keçəndə vurmalıydılar. Moskva hara, deməli, Ukrayna ərazisi hara. Bilirsiniz, 1000 kilometrlərlə məsafədir.